İlk növbədə limfoid neoplaziyalar, patoloji yanaşma deyəndə bu çox geniş bir mövzu olduğu üçün mən maksimum yığacağım və yuxarıdan baxanda necə görünür proses, onu izah etməyə çalışacağım sizə. Əlbəttə ki, limfomalardan başlamaq istəyirəm. Limfomalarda birinci klinik təzahür limfadenopatiya olduğu üçün bizə ön klinik diaqnozu olaraq limfadenopatiya diaqnozu ilə daxil olur bu nümunələr və limfa düyünü eksizyonları daxil olur. Limfadenopatiyalarda morfoloji olaraq birinci növbədə qeyri-neoplastik və neoplastik olan limfadenopatiyalar bir-birindən ayırmağa çalışırıq. Qeyri-neoplastiklərin də içində əlbəttə ki, qranulomatoz olanları ayrı bir yerə qoyuruq, çünki onların spesifik xəstəliklər səbəbilə əmələ gəlir. Və digərləri var, hansılar ki, bunlar da sistemik limfadenopatiya yarada bilər. Rozay-Dofman xəstəliyi, Kastelman xəstəliyi və s. kimi. Neoplastik patologiyalarda isə bayaq Ağarza doktorun da dediyi kimi Hodgkin və qeyri-Hodgkin olmaqla ilk növbədə ayırırıq. Hodgkin'i tanımağımız çox asandır, çünki onun da xarakterik bir morfoloji görüntüsü var, spesifik hüceyrələri var. Onu da öz növbəsində klassik və nodulər limfosit predominant variant olmaqla iki yerə bölürük. Qeyri-Hodgkinləri də başlıca olaraq B və T hüceyrəli və digərləri olmaqla ayırırıq. Əlbəttə ki, morfoloji göstəricilər hər zaman kifayət etmir bunları ayırmağa. Hətta neoplastik olanları ayırmağımız üçün morfoloji olaraq nə qədər əmin olsaq da immunistokimyəvi müayinələrin köməyi ilə bunu edirik. Çünki bu göstəricilərə əsasən, immunistokimyəvi müayinənin nəticələrinə əsasən xəstə müalicə alır. Morfoloji olaraq baxdığımız zaman limfa düyünündə normal bir arxitektura var. O arxitektura pozulub yoxsa pozulmayıb? Birinci növbədə ona baxırıq. Bu pozulmalar müxtəlif şəkildə özünü göstərə bilər. Gördüyümüz kimi diffuz bir zədələnmə ola bilər. Nodulər və yaxud da follikulyar bir zədələnmə ola bilər. Və yaxud da interfollikullar, follikulların arasında böyüyən bir proliferasiya ola bilər. Və ya perifollikulyar, yəni normal follikulları əhatə edən bir neoplastik hüceyrə proliferasiyası görə bilərik limfomalarda. Bunun üçün konkret algoritmlərimiz var. Bayaq doktorlarımızın da dediyi kimi limfomalar, ümumiyyətlə hematoloji neoplazmaların diaqnostikası çox maliyyətlidir. Hələ ki, son dövrlərdə işin içine genetikada girdikdən sonra bəzi məsələn limfomaların alt tipini yalnız genetik müayinələrlə ortaya çıxara bilirik. Bu biraz daha da yüksəlir bu maliyyət. Amma hələ də baxın 2016-cı ildə çox da uzaq olmayan bir tarixdə Amerikan Klinik Patoloji jurnalında belə cost-effektiv, düşük maliyyətli algoritmlər yayınlanır. Yəni limfomaları düşük maliyyətlə necə sinifləndirə bilərik və xəstələr üçün necə optimal bir diaqnoz verə bilərik deyə. Burada gördüyümüz kimi, deməli, nodulər paterində olan limfomalar üçün ki, bunlara başlıca olaraq follikular limfoma daxildir. CD20, CD5 və siklin D1 ilə ilkin bir diferensiyasiya aparıb, ondan sonra növbəti mərhələlərlə davam edirik. Detallarına çox girmədən, vaxtımızın az olmağını nəzərə alaraq və yaxud da interfollikular paterində bir proliferasiya görürüksə, bunun üçün də yenə ilkin növbədə bu 3 markerla diferensiyasiya aparıb, sonra əldə etdiyimiz pozitiv-negativ nəticələrə görə bu müayinəni davam etdiririk. Və bu bir şəkildə davam edir. Diffuz zədələnmələrdə əlbəttə ki, kiçik və orta ölçülü hüceyrələrin olması və yaxud da böyük ölçülü hüceyrələrdən ibarət olması da bizi müəyyən şəkildə diaqnoza yönləndirmiş olur. Əlbəttə ki, hüceyrələrin ölçüsü nə qədər böyüksə, bu o qədər proliferasiyanın atipik və aqressiv olduğunu göstərir. Yəni bunlara diffuz böyük B hüceyrəli limfoma və eyni zamanda Burkitt limfomasını diferensiyasiyasına aparmaq ehtiyacı görürük. Bir də əlbəttə ki, bu qrupda xüsusi bir qrup var, HIV pozitiv xəstələr. HIV pozitiv xəstələrin limfoid neoplazmları çox spesifikdir. Normal HIV negativ şəxslərdən tamamilə fərqlənir və bunların bəzən immun profilləri də fərqli ola bilir, davranışı fərqli ola bilir, klinik prezentasiyası fərqli ola bilir. Bu səbəbdən
Limfoid bir neoplaziya əlimizə gəldiyi zaman xəstənin HIV pozitiv yoxsa HIV negativ olmasını bilməyimiz çox mühüm bir şərtdir bizim üçün. Limfoid neoplaziyalar əlbəttə ki biz limfadenopatiya şəklində dedik ki klinik prezentasiyalarını görürük, amma nəzərə almalıyıq ki ekstranodal limfomalar da var və ekstranodal limfomalar limfa düyünlərindən kənar istənilən orqan və toxumada əlbəttə ki birində biraz çox, birində biraz az görməyimiz mümkündür. Buna ən çox gördüyümüz orqanlardan biri mədədir. Xüsusi endoskopik biopsiyalarda limfomaları təyin etmək çox çətindir. Çünki normal iltihab kimi görünə bilir bəzən. Yalnız immunistokimyəvi müayinə apararaq bunları ayırt edə bilərik. Üstəlik, nəinki limfomanı təyin etmək, bəzən limfomanı digər neoplazmlardan da fərqləndirmək eyni şəkildə çətinlik törədir. Burada 3 dənə neoplazm var. Üçü də mədədə alınan endoskopik biopsiyalardır. Yəni, patologiyanı çox bilməyən biri də buradan görə bilir ki, üçü də eyni görünüşə malikdir. Normal hematoksini özündən əldə etdiyimiz kəsiklərdə. Amma bunlardan biri kiçik hüceyrəli neuroendokrin tümör, xromogranulin pozitivliyi var. Digəri aşağı diferensiyasiyalı adenokarsinoma, biri isə difuz böyük B hüceyrəli limfomadır. Yəni morfoloji olaraq bunlar tamamilə bir-birinə oxşuyur, amma immun histokimyəvi olaraq bir-birindən fərqlənir. Klinik müşahidə etdiyimiz bir neçə maraqlı limfoma xəstəsini göstərmək istəyirəm. 69 yaşında kişi cinsi xəstədir, dizuriya, kəskin sidik ləngiməsi və hematuriya şikayətləri ilə klinikaya daxil olur. Prostat vəzi və aşağı sidik yolları şikayətləri olduğu üçün prostat spesifik antigen yoxlanılır və bu negatif olur, yəni normal səviyyədə olur. Açıq prostatektomiya icra olunur xəstəyə və morfoloji olaraq baxdığımız zaman prostat vəzinin normal anatomik quruluşunu tamamilə pozan bir limfoid hüceyrə infiltrasiyası görülür. Əlbəttə ki, bu bir prostatit də ola bilər. Uzun müddət kateter qoyulan bir xəstəyə aid bir prostatit şəklində də özünü göstərə bilən bir limfoid proliferasiya ola bilər. Eyni zamanda limfoma da ola bilər. Yenə fərqli yerlərdən aldığımız nümunələrdə limfoid hüceyrələrinin intensiv olaraq infiltrasiya etdiyini görürük prostat vəzini və həmin bu hüceyrələrin CD20 ilə pozitiv boyandığını görürük. Eyni zamanda CD10 ilə də pozitiv boyandığını görürük və 2,67 proliferasiya indeksinin də yüksək olduğunu görürük. Bu xəstəyə prostatda birincili difuz böyük B hüceyrəli limfoma diaqnozu qoyuruq. Germinal mərkəz B hüceyrəli subtip. Prostatın limfoması bütün qeyri-Hodgkin limfomaların 0,1%-ni təşkil edir. Prostat tümörlərinin isə limfomalar 0,9%-ni təşkil edir. Yəni çox nadirdir. Laktat dehidrogenazı arta da bilər xəstələrdə, artmaya da bilər. PSA-sı xəstənin adətən normal olur və bu baxımdan klinikanı səhv yönləndirə bilir. Yəni karsinoma olmadığını düşünür, malin bir tümör olmadığını düşünür uroloqlar. Amma əslində orada epitelial bir malin tümör yoxdur, amma bir limfoma var. Və yaxud da bəzi xəstələrdə cüzi yüksək ola bilir. İmmunsupressiv xəstələrdə qəribədir ki, prostatın birincili limfomaları çox nadir təsvir olunub. Sadəcə ədəbiyyatda bir HIV pozitiv xəstədə olduğu bildirilir. Birincili prostat limfoması deməyimiz üçün əlbəttə ki, bəzi meyarlar var. İlkin əlamət olaraq prostat vəzi böyüməlidir. İlkin tutulum prostat vəzidə olmalıdır. Diaqnoz təyin edildikdən sonra bir ay müddətində başqa orqan və toxumada tutulum olmamalıdır və bu meyarları qarşıladığı müddətcə buna birincili prostat limfoması deyə bilirik. Bizim xəstədə də bütün bu meyarlar qarşılayırdı və qeyd etdiyim kimi bir HIV pozitiv xəstə, bir də digər bir immunsupressiyaya bağlı səbəbdən iki xəstədə birincili prostat limfoması ədəbiyyatda bildirilmişdi.
Nadir görüldüyü üçün əlbəttə ki, standart müalicəsi yoxdur və kimyəvi müalicə burada da əsas metoddur. Adətən ədəbiyyatda təsvir olunan klinik hallarda kimyəvi müalicəyə yaxşı cavab verdiyi qeyd edilir. İmmunsupressiv xəstələrdən birində ölüm halı qeyd olunub. Bizim xəstəmizdə də bir il sonra kimyəvi onkoloqlar bizə müraciət etdi ki, bəlkə ola bilərmi ki, burada başqa bir neoplazmdır. Çünki bizim limfoma üçün verdiyimiz kimyəvi müalicəyə cavab vermir xəstə. Preparatlar təkrar dəyərləndirdi, amma dəyişən bir şey olmadı. Onsuz da şəkillərdən də çox klassik şəkildə bunun bir limfoma olduğunu görmüşdük. Və PET-CT-sində yeni tutulum ocaqları var idi xəstədə, yeni limfa düyünləri ortaya çıxmışdı. Sonra bildiyim qədərilə təxminən bir il sonra həmin bu xəstə öldü. Ədəbiyyatda ən geniş seri 62 xəstədən ibarət bir seridir. Və bu seriyə görə 5 illik xilas olma 33%-dir xəstələrdə. 60 ay ərzində digər orqanlarda tutulum ortaya çıxır. Yüksək LDH və 60 yaşdan yüksək olması xəstənin proqnozu ilə, pis proqnozu ilə əlaqəlidir. Bütün bu hallar əlbəttə ki, bu xəstələrdə nəzərə alınmalıdır. Digər bir klinik hadisə, bu da 67 yaşlı qadın cinsi xəstədir. Tiroiddə diffuz böyümə və boyunda limfadenopatiya görünüb xəstədə. Tiroiddə bilirsiniz ki, böyümə və düyün görüldüyü zaman ilkin olaraq müraciət etdiyimiz metod incə iynə aspirasiyasıdır. İncə iynə aspirasiyası əlbəttə ki, xüsusilə papillər karsinom olmaqla epitelial tümörləri üçün daha həssas bir metoddur tiroidin. Bu xəstəmizdə isə yenə tiroidin incə iynə aspirasiyasında atipik limfoid hüceyrə qrupları görürük. Bu cür limfoid hüceyrə qruplarını əlbəttə ki, tiroiddə çox təsadüf olunan Hashimoto tiroiditi zamanında incə iynə aspirasiyalarında görməyimiz mümkündür. Amma monoton olaraq tamamilə populyasiyanın limfoid hüceyrələrdən ibarət olması, belə üç ölçülü böyük aqreqatlar əmələ gətirməsi, eyni zamanda bunların içində atipik limfoblastların olması, nekrotik zəmin bu xəstələr üçün yenə xarakterikdir. Və bunun kimi dəyişikliklərlə biz buna sitoloji diaqnozu olaraq əhəmiyyəti bilinməyən atipiya digər kateqoriyası, bu Bethesda tiroid vəzinin incə iynə aspirasiyalarını raporlamaq üçün olan beynəlxalq bir təsnifatdır. Digər kateqoriyasını verdik və qeydimizdə atipik limfoid hüceyrələr olduğunu, limfoma və limfositik tiroidin diferensiyasının aparılmalı olduğunu qeyd etdik. Sonra bizə xəstənin tiroidektomiya materialı gəldi. Burada normal tiroid toxmasını görürük və tiroid toxmasını infiltrasiya edən, aqressiv şəkildə infiltrasiya edən bir limfoid infiltrasiya görürük yuxarıda. Daha yaxından baxdığımız zaman, bəli, bunlarda monoton bir infiltrasiya olduğunu görürük, limfoid hüceyrələrin atipik olduğunu görürük. Və bəli, pansitokeratinlə boyadığımız zaman pansitokeratin bütün epitel toxmasını, həm şişləri, həm normal toxmanı boyayan bir markerdir. Follikulların epitelini boyadığını görürük, amma həmin bu tümör olan hissəni boyamadığını müşahidə edirik. Əksinə, CD45 həmin bu hüceyrələrin hamısını boyuyur. Burada bir iltihab var, iltihabı da boyuyub əlbəttə ki, bu aralarda da iltihab var, onları da boyuyub. Çünki bütün limfoid hüceyrələri boyuyur və CD20 ilə yenə diffuz pozitivliyi əldə edirik. Və yüksək yenə 267 indeksi ilə buna da tiroidin diffuz böyük B hüceyrəli limfoması diaqnozunu qoyuruq. Ekstranodal limfomaların bu da 2,5%-ni təşkil edir və bütün tiroid malin tümörlərində 4-5%-ni təşkil edir. Yəni prostatdakı qədər əslində nadir deyil, amma yenə də az rast gəlinən bir xəstəlikdir tiroiddə. 75%-i qadınlarda və eyni zamanda tiroidit zəminində görünür. Zaten tiroidit də daha çox qadınlarda görünən bir xəstəlikdir.
Yekun olaraq demək istədim, limfadenopatiyaların diferensiyasiyası həkimlərimizin də qeyd etdiyi kimi çox ətraflı klinik, radioloji, laborator və patoloji müqayisə ilə mümkündür yalnız. Ən böyük problemimiz bizə biopsiyalar daxil olduğu zaman xəstəyə aid demək olar ki, heç bir klinik məlumat daxil olmur. Yəni, ən azından bir xəstənin LDH-ını bilsək, ondan sonra digər klinik laborator göstəricilərindən xəbərimiz olsa, bəzən proses yayılmış bir prosesdimi, yəni multiple bir limfadenopatiyadan söhbət gedir, yoxsa sadəcə bir limfa düyünü böyüyüb, bunu belə bilmirik. Bəzən xəstənin yaşını belə bilmirik, göndərilən xəstənin və buna əsasən bir qərar verməyə çalışırıq. Bəzən klinik həkimi danışa bilirik, amma bəzən tapa bilmirik. Bu da böyük bir problemdir. Onun üçün sıx əməkdaşlıq əlbəttə ki, limfoid neoplaziyalarda mütləqdir. Digər orqanlarda ekstranodal limfomaların ola biləcəyi diqqətə alınmalıdır hər zaman. Kiçik biopsiyalarda bu xəstəliklərin diaqnostikası hər zaman ideal şəkildə mümkün deyil. Çünki xüsusilə high-grade limfomalarda nekroz və yaxud da tümörlü sahənin alınmaması bu problemi ortaya çıxarır. Limfa düyünlərində olan ikincili dəyişikliklər, yenə nekroz, degenerasiya və hissəvi zədələnmə yenə diaqnostikanı çətinləşdirə bilər. Xüsusilə limfa düyünlərdən alınan trukat biopsiyalarda limfoma təyin etmək çox riskli bir şeydir. Çünki parsial tutulum göstərən limfa düyünlərində sağlam yerdən alarsan, o limfoma olan tərəf biraz o tərəfdə qalar. Buna normal limfa düyünü diaqnozu verilə bilər. Minimal invaziv müayinə metodları, yəni xüsusilə incə iynə aspirasiyası, bəzən bizdən belə tələblər də olur. İncə iynə aspirasiyası alıb bu limfomadır və bəzən də hətta limfomanın alt tipini təyin etməyimiz istənilir. Amma incə iynə aspirasiyası limfoma və reaktiv limfoid lezyonları ayırt etməkdə həssaslığı və spesifikliyi çox-çox aşağı olan bir müayinə metodudur. Bu da nəzərə alınmalıdır. Diqqətiniz üçün təşəkkür edirəm.